Amerika Birləşmiş Ştatlarının Minneapolis şəhərində daha bir nəfərin immiqrasiya xidmətinin əməkdaşı tərəfindən öldürülməsi etirazlara səbəb olub. Bu, ay ərzində eyni şəhərdə qeydə alınan ikinci belə hadisədir. Öldürülən şəxsin 37 yaşlı Alex Preti adlı Amerika Birləşmiş Ştatları vətəndaşı olduğu bildirilir. O, veteranlar üçün olan xəstəxanada tibb işçisi kimi fəaliyyət göstərib. Daxili Təhlükəsizlik Nazirliyinin yaydığı məlumata görə Pretinin əlində silah olub və federal agentlər onu tərk islah etməyə çalışarkən müqavimət göstərib. Hadisənin baş verdiyi ərazidə keçirilən etiraz aksiyasında toqquşmalar qeydə alınıb. Federal İmmiqrasiya Xidmətinin əməkdaşları narazı kütləni dağıtmaq üçün göz yaşardıcı qaz tətbiq ediblər. Xatırladaq ki, təxminən 3 həftə bundan əvvəl Rene Good adlı qadın İmmiqrasiya və Gömrük Xidmət əməkdaşı tərəfindən öldürülüb. Bu insidentdən sonra Minneapolisdə kütləvi etirazlar baş qaldırıb.